Salam değerli izləyicilərimiz, xoş gördük sizi. Bugün yeni müasib bələdçisi komandası olaraq qarşınızdayıq. Yeni bir mövzu ilə sizi tanış etmək istəyirik. Mövzumuz EATM-ın təlimləri ilə əlaqəlidir. Daha doğrusu EATM-ın təlimlərində olan yeniliklər, yeni layihələr, yeni istiqamətlər üzrə sizlə paylaşmaq istəyirik. Bu mövzunu EATM-ın rəhbəri, həmçinin yeni layihələrin rəhbəri Radil müəllim Fətullayev ilə birgə müzakirə edəcəyik. Radil müəllim, İzləyicilərimiz artıq bilir ki, EATM 15 ildən artıqdır fəaliyyətdədir. Müxtəlif istiqamətli təlimlərimiz var. Satın alma təlimi, daxili audit təlimi, HR təlimi, hətta TOT təlimi, müxtəlif istiqamətli təlimlərimizlə yanaşı bizim əsas xəttimiz həmişə mühasibatlıq olub. Və mühasibatlıqda da var peşəkar mühasib təlimlərimiz. Bizi izləyənlər bilir, birinci mərhələ, ikinci mərhələ, ictimai sektor, kommersiya sektoru, hər sahə üzrə təlimlərimiz var. Və bizim ana xəttimiz mühasib yetişdirmə proqramımızdır. Mühasib yetişdirmə proqramımız da artıq 15 ildən yuxarıdır yaşı və ildən ilə zamanın tələbinə uyğun olaraq dəyişib, inkişaf edib, yenilənib, təkmilləşib. Nəşrlərimiz də, kitablarımız da bundan paralel hər il yeni nəşrlərimiz olur. Bugün mühasib yetişdirmə proqramının ümumilikdə bir izləyicilərimizə açıqlasaq, nədən ibarətdir və yeniliklər orada hansılardır? Çox sağ olun Gülhan xanım. Deməli, yaxşı yerə toxundunuz. Ümumiyyətlə, EATM olaraq biz 2009-cu ildən fəaliyyətə başlasaq da, əslində öz fəaliyyətimizə təxminən 2006-cı illərdən başlamışıq və müxtəlif müəssisələrdə mühasib kimi fəaliyyət göstərməklə paralelində eyni zamanda təlimçi kimi və bu bazarın tələbinə uyğun olaraq, yəni daima o bizi belə deyək ki, bu ölkəmizdə mühasib yetişmə məsələsi narahat elədiyinə görə belə bir komanda formalaşıbdır və bu komanda ilə daimi mütəmadi işləmişik və bu günə qədər gəlib çıxmışıq. Həqiqətən də o çox yaxşı buyurdunuz ki, bu günləri EATM-ın əsas ana xəttində mühasib yetişdirmə məsələsi, əsas problematik nöqtə budur. Yəni biz əsas hədəfi bunu qoymuşuq ki, məsələn, Sovet dönəmində belə bir anlayış var idi ki, mühasib ancaq praktikada mühasib ola bilər. Və oxuyurduq o zaman bizə deyirdi müəllimlər ki, yəni bəs biz işləyə bilərmi bitirib ancaq get praktikada işlə. Bunun da bəlli səbəbləri var idi. Həm bunu biz əvvəlki görüşlərdə müzakirə eləmişik mühasib bələdçisi verilişindən. Fərqli suallar, mövzularda bunu müzakirə elədik ki, bəli, bunun həm ədəbiyyat baxımından problemlər vardı, həm dərs keçən müəllimlərin praktik olmaması və s. Və artıq bugün biznesin yəni gəldiyi nöqtə odur ki, biz qeyri-formal təhsil mərkəzi kimi universitetlərdə bunu eləmək biraz çox ciddi prosedura tələb edir. Həm Təhsil Nazirliyinin qaydalarında müxtəlif dəyişikliklər olmalıdır. Burada bir çeviklik olmalıdır. Yəni adətən dünya təcrübəsində yalnız Azərbaycan deyil, ümumiyyətlə Türkiyədə də, Avropada da, Amerikada da belədir. Universitetlər adətən biznesin tələbinə uyğun o çevikliyi saxlaya bilmirlər. Amma kurslar, praktik kurslar bazardakı dəyişikliyi tez gördüyünə görə həmən ona uyğun bir çevik qərarlar verə bilər. Bax, EATM Azərbaycanda belə bir lokomotiv bir müəssisə olubdur həmişə. Biz bu problemi gördük ki, bəli, həqiqətən universiteti bitirən bir tələbə mühasib kimi yetişə bilmir. O zaman buna nələr lazımdır? Filan ədəbiyyatlar. Biz başladıq maliyyə çotu, ondan sonra arxasınca vergi çotu, rəsmi mühasibatlıq və digər praktik mövzuları artıq quraşdıraraq biz praktik mühasib yetişdirmə proqramları müəyyənləşdirdik. Bugün həqiqətən də düz buyurursunuz. Var peşəkar mühasib sertifikat imtahanı, var yerli praktikaya uyğun mühasib yetişdirmə proqramları. Bu günləri hamıya məlumdur ki, bir tələbə də universiteti bitirib gedib PMI sertifikatını ala bilir. Hətta MHBS və yaxud da ki, KOS MHBS ictimai sektor üçün. Yəni bunlar bəlli ədəbiyyatlarımız da var bu sahədə. Amma yəni suallar 50%-dən çox yığan şəxs gedib o sertifikatı ala bilir. Amma çox vaxt təcrübə göstərir ki, gedirlər bir HR-ın qabağında otururlar. Sən PMI sertifikatı almısan, bəs niyə yəni belə deyək ki, praktik suallara cavab verə bilmirsən? Və nəticə etibarilə bu onu göstərir ki, yəni bugünkü gündə PMS tam praktik olan bir nəyə uyğun deyil. Belə deyək ki, o nöqteyi nəzərdən biz zaten əvvəldən öz xəttimizi götürmüşük. Praktik mühasib yetişdirmə proqramları və bugün o proqramda biz yenilik elədik. Bax, ən son belə deyək ki, izləyicilərimizə belə bir müjdəli bir xəbər vermək istəyirəm ki, həmçinin mühasib olmaq istəyən şəxslərə ki, EATM artıq yeni dizaynda
yeni proqramlarla qarşınıza çıxır və ədəbiyyatlarımızda yenilənmiş 2025-ci ildə artıq deməli biz mütəxəssis mühasibə etmə proqramının yeni nəşrlərini artıq istifadəyə vermişik. Bunu həm məsələn bilirsiniz ki, digər kurslar da istifadə edirlər bəzən, universitetlərdə müəllimlər də istifadə edirlər. Yəni bu artıq istifadəyə verilibdir. Və qeyd edim ki, İATM-ın bu gün mühasibə yetişmə proqramını 5 hissəyə bölə bilərik. 5 hissəyə. Bunlar hansılardır? Birinci, əməliyyatçı mühasib proqramıdır. Bu əməliyyatçı mühasib proqramını biz təhsildə keyfiyyət təminatı agentliyi ilə bərabər apardığımız bir layihədir. Onlarla bir memorandumumuz var və İATM komandası, orada ekspertlər var. Eyni zamanda da imtahan keçirmə mərkəzi bu istiqamətdə. Deməli, əməliyyatçı mühasib kimi yetişmək istəyən şəxs oradakı proqrama uyğun şəkildə bir tədris alır. Bu tədris hardasa 2 ay yarım, 3 ay çəkir və bu proqramı bitirən şəxslər əsasən hansı qabiliyyətlərə malik olur? Məsələn, elektron qayma faktura yaza bilir, elektron alış aktı yaza bilir, ondan sonra əmək haqqı sənədləri üzrə işləyə bilir, vahid rüblü bəyannamə əmas sistemində işləyə bilir və bunu işlədiyi zaman artıq bir operator mühasib, əməliyyatçı mühasib kimi fəaliyyət göstərə bilir. Bu birinci, belə deyək, addımdır, birinci mərhələdir. Və dediyim kimi 3 aya bir şəxs artıq əməliyyatçı mühasib olur və sonra TKTA-da təhsildə keyfiyyət təminatı agentliyinin öz imtahanı var. O imtahanın qiyməti 2 mərhələdən ibarətdir. 180 manatdır, belə deyək ki, artıq o dövlətin rüsumudur bu. O rüsumu ödəyərək imtahan da bizdə keçirilir. O imtahanda iştirak edir və artıq o sertifikatı əldə eləmiş olur. Qeyd edir, şəxs hətta deməli, peşə təhsil məktəbini bitirsə belə, orta təhsilli olsa belə, yəni bu imtahanı verərək o sertifikatı əldə eləyə bilir. Bu sertifikatla artıq onun, belə deyək ki, işinin təminatını apara bilir. Bu birinci. İkinci tədris proqramı isə mühasibə yetişmə proqramında ikinci və mən deyərdim ki, özəyində duran, işin əsas nüvəsini təşkil edən MMYP proqramı, mütəxəssis mühasibə yetişmə proqramıdır. Bu proqram bizim illərdir belə deyə formalaşan təcrübəmizdən gəlib çıxdı. O biznesin tələbinə uyğun, hansı ki, bundan əvvəlki mövzularda da biz bu barədə danışmışıq. Hətta digər kurslar belə bizim bu yanaşmamızı əsas götürərək özündə də eyni proqramı tətbiq elədi. Hətta burada yəni onu da gizlətmirəm ki, bəzi kurslar da bunu belə deyək ki, uğurladılar. Yəni biz bunu Elşən müəllimlə də keçən dəfə müzakirə eləmişik. Elşən müəllim Baratsın şirkəti rəhbəri və hətta öz adına çıxardan oldu. Biz məsələn hazır mühasib layihəsi işlədik. Bunu elədi. Mən burada ad çəkmək istəmirəm. Yəni təəssüfən ümid edirəm ki, o yoldaşlar belə deyək ki, bir özlərinə vicdan sualı qarşısında bir özlərini hesaba çəkəcəklər və vicdanların səsinə qulaq asacaqlar ki, yəni müəlliflik hüququna, haqq hüquqa riayət etmək lazımdır. Yəni kiminsə proqramını öz adına çıxartmaq olmaz. Yəni bu zaten ümumi bir proqramdır, amma hətta burada İATM franchising verir, kim istəsə proqramı tətbiq edə bilər. Bəli, o tərəfdə. Deməli, bu gün biz məsələn mütəxəssis mühasib yetişmə proqramı adlandırır. Bu bizim proqramımız. Bunu hələ başqa kurslarda adlandıran yoxdur. Sadəcə onun tərkibində olan hazır mühasib adı altında əvvəl təqdimat aparmışıq. Ondan sonra beynəlxalq mühasibə üçün əsasları adı altında təqdimat aparmışıq və ilk dəfə ölkədə 2020-ci ildə hazır mühasib layihəsini İATM olaraq biz icraya başladıq. Tələbələr orada iştirak edir. Deməli, Gənclər İdman Karyera Mərkəzi ilə bir yerdə o layihənin artıq 5-incisidir ki, davam edir və bu MMYP proqramıdır. İşin dediyim kimi əsasən ana xəttini əhatə edir. Və bunu yetişən, yəni bu proqram üzrə yetişən mühasib hansı yetənəklərə sahib olur və hansı peşə üzrə çalışa bilir? Məsələn, bu ola bilər orada bitirən şəxslər əmək haqqı mühasibi kimi fəaliyyət göstərə bilər. Ondan sonra deyək ki, material mühasibi, əsas vəsait mühasibi, debitor kreditor mühasibi kimi yetişə bilər, mütəxəssis ola bilər və bu qeyd eləyək ki, artıq baş mühasibə gedən bir yoldur. Və ilk basamağıdır mütəxəssis mühasib yetişmə proqramıdır ki. Və bu proqramı artıq bitirən şəxslər sərbəst şəkildə mühasib kimi praktikaya atıla bilərlər. Bundan sonra bizim üçüncü, belə deyək ki, proqramımız var. Hansı ki, bu proqram mütəxəssis mühasib yetişmə proqramından sonra gəlir. Bazada mütləq MMYP olması lazımdır. Biz buna aparıcı mühasib proqramı deyirik. Aparıcı mühasib yetişmə proqramı. Aparıcı mühasib yetişmə proqramında nə var? MMYP-dən əlavə olaraq burada bir vergi qanunvericiliğinin praktik tətbiqatı vardır və artıq bu kursu bitirən şəxs sərbəst şəkildə vergi məcəlləsini oxuya bilir, anlaya bilir, oradan öz
işinə uyğun olaraq vergi bəyannamələrini sərbəst şəkildə tərtib edə bilir. Ondan sonra sərbəst şəkildə ƏDV bəyannaməsi, mənfəət bəyannaməsi bunları hazırlaya bilir və sərbəst şəkildə sənədləşməsini qura bilir, uçotu qura bilir və eyni zamanda da kameral olğuslara cavab verə bilir. Və ən önəmli məsələ bu günləri mühasiblərin bildiyimiz kimi bu nə universitetlərdə öyrədilir. Bu günlərdə konkret bir ədəbiyyat da yoxdur desək, biz hazırda onunla bağlı ədəbiyyatın da üzərində çalışırıq. İnşallah onu da hazır edəcəyik. Amma bununla bağlı öz materiallarımız var. Müəllimlərimizin, mütəxəssislərimiz bu sahədə artıq kifayət qədər praktik təcrübəyə malik olan yoldaşlardır. Yəni illərdir, məsələn 5 il və üzəri 5 il üzəri olan baş mühasib təcrübəsi olan müəllim, eyni zamanda TOT sertifikatı olan müəllimlər burada dərs keçirlər. Və bu aparazi mühasib proqramı həqiqətən də bunu bitirən yoldaşlara biz tam təminat veririk ki, artıq o baş mühasib kimi fəaliyyət göstərə bilər. Yəni mütəxəssis mühasibdən artıq baş mühasibə keçid üçün mütləq aparazi mühasib proqramını nə etməlidir? Onun təhsilini almalıdır. Bundan sonra bizim və hələ ki heç Azərbaycanda mövcud olmayan yeni bir layihəmiz də var. Bu layihəni də biz mühasiblərə təqdim edirik. Bildiyiniz kimi və bu dövr, son dönəmlər artıq bu data analitikanın aktual olduğu bir dönəmdir. Süni intellektin getdikcə mühasibatlığa tətbiqatı bir dönəmini biz yaşayırıq və ümumiyyətlə proseslər o qədər sürətlə gedir ki, Könül xanım, və bəzən görürük də mütəxəssislər çatdıra bilmirlər və biz bu məsələni görərək, vizyonu görərək ki, və irəlidə artıq mühasiblərin daha yaxşı yetişməsi üçün, gələcəkdə işlərini itirməmələri üçün mütləq nə etmələri lazımdır? Data analitikanı öyrənməlidirlər və biz rəqəmsal mühasib proqramı adı altında mühasiblərə bunu təklif edirik. Bu artıq çalışan mühasiblərə aiddir. Bu günləri aparıcı mühasib tutan bir şirkətə əmək haqqı mühasibidir, material mühasibidir, əsas vəsait mühasibidir, satış mühasibidir və s. Amma irəlidə o işini itirə bilər. Rəqəmsal bacarıqlara sahib olmasa, o zaman biz bunu görürük artıq. Məsələn, biznesdə artıq datalara əsaslanan uçot və dataları təhlil edə bilən mühasib, belə deyək ki, bazar tələbatı getdikcə artır. Və bugün mühasiblər bununla ayaqlaşmasalar və 5 ildən sonra onlar bir baxacaqlar ki, işsiz qala bilərlər. Yəni bugün bu dediyim data analitikanı, PMS sertifikatı təmin edici bunu eləmir. Və bugün praktikada bax biz bunu görərək, bunun tərkibində nələr var? Qısa bir izahını verim. Bunun tərkibində 3 beynəlxalq sertifikat var. Burada həm Excel'in Power BI dediyimiz Excel'dən, o dashboardlardan və s. bunu mükəmməl istifadə etmək. Zaten mühasiblər orada müxtəlif ifsam, düsturlar istifadə edir, amma bugünkü tələbə uyğun data analitik formada o Power BI-dən istifadə etmək, Excel proqramından istifadə etmək və eyni zamanda bunu deməli Python proqramı ilə də və digər uyğun 3 sertifikat proqramlı olan bir proqramdır. Bununla tam təmin edə bilir. Nəticə etibarilə biz ona rəqəmsal mühasib sertifikatı verə bilirik. Bu bizim 4-cü proqramımızdır. Və nəhayət 5-ci proqramımız və işin ən yüksək zirvəsi deyərdim mən buna. Bu proqram biraz özəl və fərdi proqramdır. Biz buna sərbəst mühasib yetişmə proqramı deyirik. Məsələn, biz baxırıq ki, illərdir, məsələn, mühasibatlıq sahəsində bir şəxs istəyir ki, sərbəst şəkildə bir neçə şirkətin sotuna apara bilsin. Hətta konsalt şirkəti qura bilsin. Yəni bizim artıq bildiyimiz konsalt şirkəti qurma, yəni bunun həm konsalt şirkətimiz var, audit şirkətimiz var və bunu başqalarına da suna bilərik. Yəni biz bunu bölüşək ki, yəni kimsə istəyir ki, sərbəst mühasib kimi öz konsalt şirkətini qursun və ya özü fərdi olaraq bir neçə şirkətin sotuna aparsın. Bu zaman biz buna mentorluq təlim xidməti çərçivəsində bir proqram belə təklif edirik. 3 aylıq, minimum 3 aylıq bir proqramdır. Bu şəxsin fərdi qabiliyyətlərindən asılı olaraq uzana bilər və artıq belə deyək ki, illərin təcrübəli olan konsalting rəhbərinin yanında şəxs fərdi olaraq tədris alır, mentorluq, yəni paralelində məsələn bu işləri görür, artıq praktikanın içərisində və mentorluq xidməti almaqla sərbəst mühasib kimi yetişir. Bu əslində, məsələn, Türkiyədə sərbəst mühasib sertifikatı var. Məsələn, bizim əvəzimiz, orada mali müşaviri deyirlər. O proqramdır. Yəni, həqiqətən orada, məsələn, bugünkü yanaşma belədir ki, bir şəxsin 3 il bir mühasibin yanında staj görməsi lazımdır ki, ondan sonra sərbəst mühasib sertifikatını hələ imtahan versin.
Bəli. Məsələn, Türkiyə bu işə ilk 1 ildən başladı. 1 il sonra 2 il elədi və bu gün 3 il stajı olması lazımdır. Yəni əslində çox önəmli məsələdir. Yəni bu gün məsələn təəssüf ki, bizim hələ peşəkar mühasib sertifikatı verdiyimiz şəxslərdə bu staj məsələsi tətbiq olunmur, amma bu çox önəmli məsələdir. Yəni mühasibin statusu var, mühasibin belə deyək ki, bu elə bir sahədir. Yəni sanki bəzən bunu həkimliklə eyniləşdirirlər. Yəni bir praktika görməyən bir həkim necə gedib əməliyyata girə bilər? Yəni staj görməyən bir mühasib necə deyə bilər ki, mən peşəkar mühasibəm? Yəni bu həqiqətən qəribədir. Yəni biz indi bununla bağlı mütəxəssislərlə görüşürük, müzakirə edirik, həm Dövlət İmtahan Mərkəzində və s. Bu gələcəkdə yəni şükür olsun bir yaxşı bir yol üzərindəyik. Artıq 2020-ci ildən artıq dövlətimiz peşəkar mühasib sertifikat imtahanı başlanğıcını eləyibdir və bu davam edir. İldən ilə də inkişaf edir. Artıq məsələn yeni mərhələdə sualların dəyişməsi var, daha praktik olması var. Bu amma bir zaman alan bir şeydir. Yəni belə deyək ki, bunu birdən-birə tam şəkildə ona keçirmək, yəni dediyim kimi məsələn Türkiyə təcrübəsində olan kimi və s. bu biraz çətin prosesdir. Yəni bunun üçün yaxşı mütəxəssis heyətinə ehtiyac var. İndi İATM amma bunu bir komanda olaraq biz özümüzdə artıq bu prosesi təcrübə topladığımıza görə artıq bunun belə deyək ki, sınaqdan da keçirdiyimizə görə bunu eləyə biləcəyimizə inanırıq. Və inşallah bax bu 5 proqram bir daha təkrar edirəm. Əməliyyatçı mühasib, mütəxəssis mühasib, ondan sonra aparıcı mühasib, ondan sonra rəqəmsal mühasib və sərbəst mühasib proqramları ilə biz bunu praktik mühasib yetişmək istəyən şəxslərə təklif edirik. Bu bir tələbə də ola bilər. Məsələn, hətta mən buradan üzümü tuturam valideynlərə. Tutam ki, evladım, məsələn, evladı universitetdə iqtisad sahəsində fəaliyyəti var. Birinci kursda oxuyur. İstəyir ki, irəlidə gələcəkdə aparıcı mühasib olsun, baş mühasib olsun. Biz bunu gördük illərdir. Məsələn, birinci kursda olan tələbə gəldi kurslara. 4-cü kursda artıq şöbə müdürüdür. Yəni bu günləri, bizim bu müəllimlərimizdən biz artıq bunun şahidi olmuşuq. Və ona görə də valideynlərə özümü tuturam ki, yəni öz evladlarının əgər gələcəkdə aparıcı mühasib, baş mühasib, sərbəst mühasib yetişməsini istəyirlərsə gecikməsinlər. Yəni İATM tam bizə həvalə edə bilərlər. Yəni bəzən burada belə deyək ki, bizim biraz millətimizdə belə xüsusiyyət var. Ucuz bir şeylər axtarırlar və s. Dəyərli olan bir şeyin bir zəhmət olur arxasında. Ucuz ətin şorbası da ucuz olar deyirlər, atalar sözü. Yəni indi hərçənd ki, bugün çox ciddi bir rəqabət var ölkəmizdə. Hətta PMS kursunu bitirənlər bitirdilər və bugün müəllim olmaq arzusunda olan bu sahədə həmən atılıb da mən də müəllim olum, mən də dərs keçim deyən kurslar, konsult mərkəzi getsə çoxalır. Amma İATM illərdir bəlli formalaşan bir təcrübəsi vardır. Artıq müəllim heyəti var, şükür olsun və biz artıq tam şəkildə kompleks bunu təklif edirik. Yəni bir var sadəcə olaraq tamam məsələn bu günləri bir görürsüz ki, 1 aydır, 2 aydır yeni yaranan kurs deyir ki, mən kariyer mərkəzində qurmuşam, işə düzəldəcəm və s. Hətta bəzən yalan aldatma da var. Yəni mən məsləhətim odur ki, həm valideyn baxımından, istər o tələbə baxımından da, yəni o şəxs biraz məntiqli olsun. Yəni ucuza qaçmasın. Yəni bu günləri biz görürük ki, necə ki o bəzən bu misal çəkirəm gülməli olsa da taksi bazarında həddən artıq orada rəqabət o qədər belə də şəffaflaşıb ki, o qədər ucuzlaşıb ki, bəzən deyirəm ki, bu yazıq taksi sürücüləri maya dəyərini çıxartmırlar. Bəzən zərərə işləyirlər. Deyirəm, bu sonuncu maşınları olacaq bəlkə bunların. O baxımdan yəni biznesin öz tələbi var. Dəyərli bir şeyin arxasında zəhmət durur. Yəni ucuz necə ola bilər bu? Yəni bugün məsələn bir valideyn öz evladının işə düzəlməyini istəyirsə, məsələn hardasa bir 5 il 10 ildən qabaq mən yadıma gəlir, hətta bəzi valideynləri aldadırlar, 10 minini, 15 minini alırlar ki, evladını işə düzəldəcəyik. Nəticə etibarilə biz görürsün, düzəltmirlər. Amma biz bu gün nə deyirik? Deyirik ki, sənin məsələn belə deyəsə, burada bir 3 mindən başlayaraq tutalım ki, sən xərcin çıxa bilər. 3-5 min arası, bu 3-5 min arasında həm evladın mühasib olur, peşəkar mühasib olur, sərbəst mühasib olur, həmçində işə düzəldirik. Yəni belə bir şey hardadır? Və bunun üçün biz komandalar çalışırıq. O baxımdan biraz daha məntiqli olmamız lazımdır və biraz daha dediyim kimi bu məsələdə dəyər verməli. Dəyərli olan bir şeydir, dəyərini vermək lazımdır. Yəni ucuza qaçmaq lazım deyil. Bax bu proqramlarla
Şönxan xanım, biz bu günləri çıxış edirik. İnşallah ümid edirəm ki, bizi anlayacaqlar və bu proqramlara artıq... Çox mükəmməl proqramdır. Mən deyərdim, təlim bazarında belə deyək, analoq olmayan bir proqramdır. Hətta çox da böyük tələbat olan bir proqramdır. Çünki bugün mühasiblər var ki, kiçik mühasib olaraq qalır, inkişaf etməyə bir yer tapa bilmir ki, hansı təlimə qatılım ki, məsələn, mütəxəssis mühasib də, amma aparıcı mühasib olmaq istəyir, bilmir harda öyrənsin, o təlimlər yoxdur hal-hazırda. Bu çox mükəmməl bir təşəbbüsdür, buna görə sizə təşəkkür edirəm. Yəni, gənclərimizə çox faydalı olacaq. Bir də bir şey dəqiqləşdirmək istəyirdim ki, əməliyyatçı mühasib dedik, sonra gəlir mütəxəssis mühasib. Əməliyyatçı mühasib təliminə qatılmaq üçün və imtahan vermək üçün ali təhsil tələb olunmur. Bəli, tələb olunmur orada. Orta təhsil və ya orta ixtisas təhsil yetərlidir ki, operator mühasib işləyə biləsən. Bəli. Ondan sonra artıq inkişaf etmək istəyirsənsə, təbii ki, ali təhsil lazımdır. Daha sonra mütəxəssis... Orada əslində mütəxəssis mühasib yetişmə proqramında da ali təhsilə, tələbələr də iştirak edə bilər. Bugün ali təhsil əsasən peşəkar mühasib sertifikat imtahanında ehtiyac var. Yəni, o imtahanı vermək üçün mütləq ali təhsil olması lazımdır. Amma aparıcı olmaq üçün artıq iş təcrübəsi də yəqin ki, tələb oluna bilər. Yoxsa, yəni mütəxəssis mühasib kursunu bitirdi deyək ki, tələbə və sonra bir müddət praktika işləməlidirmi, sonra aparıcı mühasib təliminə qatılmalıdır, yəni bir tövsiyə olaraq, yəni ardıcıl olaraq bu təlimə hamısını keçsin, yoxsa paralel olaraq işləyə, yəni bu təlimlərə əslində, məsələn, bir şəxs, biz zaten MMP proqramını bitirən yoldaşları yaxşı, uğurlu şəkildə bitirərsə, onların işlə təminatını da aparırıq. Təbii ki, orada belə deyək, %90% deyirik. Məsələn, bilikləri falan qaydasında, eyni zamanda digər əxlaqi, mənəvi dəyərlərdə uyğun olsa, o zaman onu işə yönləndirmək olur. Və burada artıq işləyən yoldaşların özünü inkişaf elətdirməsi. Dediyim ki, məsələn, bayaqları qeyd elədim, məsələn, əmək haqqı mühasibidir, istəyir ki, aparıcı mühasib olsun. Material mühasibidir, aparıcı mühasib olmaq istəyir. Əsas vəsait mühasibidir, debitor kreditor mühasibidir, aparıcı mühasib olmaq. Yəni, uçot qura bilmək. Bütün mühasiblərin arzıdır, deyərdim, baş mühasib olmaq, amma şərait yoxdur olar çünki. Əslində, aparıcı mühasib dediyimiz elə baş mühasib deməkdir. Yəni, artıq uçotu qura bilən adam demək ki, öz komandasından da işləyə bilər. Biz burada, onu da qeyd edim ki, əlavə yumşaq bacarıqlar təlimi də veririk. Yəni, yalnız komandada işləmək bacarığı, yəni işə kompleks şəkildə yanaşırıq. Aparıcı mühasib dediyimiz artıq komandanı idarə edə bilən şəxsdir ki, yəni artıq o baş mühasib kimi çalışa bilsin. Sərbəst mühasib dediyimiz artıq konsalting qura bilən şəxsdir. Ortada da rəqəmsal mühasibi də qeyd elədim, artıq o rəqəmsal mühasib dövrün tələbidir. Yəni, bu günləri artıq onu eləməyən şəxslər, məsələn, bu gün tam ki, aparıcı mühasibdir, amma irəlidə nə gözləyir bilmir. Biz ona yol göstəririk və irəlidə səni data analitika gözləyir. Bu gün əgər sən data analitikanı düzgün tətbiq edə bilməsən, sən dövrün tələbinə uyğun fəaliyyət göstərə bilməyəcəksən. Sən süni intellekti düzgün istifadə edə bilməsən, sən tələbə cavab verə bilməyəcəksən. Bəli, ehtimal var, bu müzakirələr getdi, bəli, süni intellektin olması mühasibatlığı aradan qaldıra bilərmi deyə. Təbii ki, qaldıra bilməz, amma bəzi peşələrin, sözün məsələn, əməliyyatçı mühasib məsələsi. Kömək edə bilər mühasib. Yəni, mühasibin işini rahatlaşdırmağa. Yəni, ola bilsin ki, mühasibin belə işini rahatlaşdıra bilər. Burada 3 mütəxəssisin işini biri görə bilər, ixtisarlar ola bilər. O baxımdan da artıq süni intellektdən düzgün istifadə edə bilən mühasib tələbi var irəlidə. Yəni, bu artıq görürsən. Ona görə də bu rəqəmsal sərbəst mühasibdə qeyd elədim ki, artıq konsalting qura biləm. Sərbəst mühasibin mühasibat biliklərindən savayı, məsələn, hüquq sahəsindəmi, ya başqa sahədən bir biliklərin olması vacibdirmi, yoxsa? Deməli, sərbəst mühasibin bəli, bax, ümumiyyətlə, ilk öncə onun sahibkarlıq qabiliyyəti olması lazımdır. Yəni, bilirsiniz ki, sahibkarlıq biraz daha innovativ duyğulardır və eyni zamanda da bu şirkət qurma məsələsində deməli, sərbəst fəaliyyət göstərib işçiləri çalışdıra bilən, burada da artıq idarə etmə biraz daha dərin doğru gedir və eyni zamanda iş rejimində bir var ki, bir şirkətin işini A-dan Z-yə görəsən, bir də var paralelində 10 şirkətin işini görəsən. Məsələ, bu günləri adətən konsaltinglərin əsas ciddi problemlərindən biri nədir? Deməli, bir şirkəti məsəl üçün verir, bir şəxsə 3 şirkət verir. A-dan Z-yə bütün hamısını o aparır. Və o şəxs də bir baxır ki, bir gün məsələn yatdı qaldı və yaxud da ki, nəsə bir tənbəlliyi oldu, unutduğu bir insandır. Yəni, burada xəta payı var. Bir xəta olduğu zaman və o şirkətin müştəriləri çox ciddi zərər çəkirlər. Və bu məsələləri öncədən düzgün qurmaq üçün orada konsaltingdə də xidmət necə qurulmalıdır?
və bu məsələyə biraz daha üst düzeydən baxmaq ki, necə qurulmalıdır ki, bu iş bölgüsü onların arasında necə bölünməlidir ki, sən 10 şirkətə sərf elədiyin məsai, belə deyə zaman, 100 şirkətə də eyni vaxtda sərf edərək bunu idarə etmək. Bunun təbii ki, tərkibində eyni zamanda proqram təminatı məsələsi də var. Düzgün proqramdan istifadə eləmək və işçilər arasında da işi bölə bilmək məsələsi. O nöqtə nəzərdən burada sərbəst mühasib dediyimizdə həm özünün bir neçə şirkəti paralelində görməsi və eyni zamanda konsalting qurduğu zaman da 10 şirkətin işini işçilər arasında necə böləcək, yəni bu yetenəkləri tam şəkildə belə tədrisi olmalıdır. Bəli, çox sağ ol Adil müəllim. Bir də məsələn yeni başlayan mühasiblərə bir tövsiyə olaraq, yəni özünü harda daha çox inkişaf etdirə bilər? Deyək ki, MMP proqramını bitirdi, bir mütəxəssis mühasib oldu. Hardan işə başlasa daha tez təcrübə əldə edə bilər? Məsələn, böyük şirkətdə kiçik mühasib kimi başlasın, yoxsa kiçik şirkətin hər işini aparan tək mühasib kimi olsun? Hansı daha çox inkişafa aparan yoldur? Çox maraqlı sualdır Günel xanım. Bunu illərdir həmişə belə müzakirə obyektinə çevrilir. Və mən də adətən təlimlərimdə bunu yazıram və soruşuram yoldaşlarıma ki, bəs siz hansı seçim qarşısında qalsanız, kiçik müəssisədə baş mühasib pozisiyası var və ya böyük müəssisədə kiçik mühasib pozisiyası var, mütəxəssis mühasib. Hansını seçərdiniz? Və adətən %90'ı deyir ki, mən böyük müəssisədə kiçik mühasibi seçərdim. Hər ikisini seçənin özünə uyğun haqlı yönləri vardır. Və daha yaxşı yetişmək üçün, daha belə deyək köklü mühasib olmaq üçün əlbəttə ki, uzun müddət tələb olunur. Yəni qısa müddətdə bu olmur. Ancaq burada məsələ nədən ibarətdir? Zamanla ayaqlaşmaq və daha sürətli inkişaf etmək istəyən şəxslər ola bilər. Məsələn, belə deyək ki, hər ikisinin avantajlarını təhlil eləmək lazımdır və hər ikisinin çatışma cəhətini təhlil eləmək lazımdır. Məsələn, mən şəxsən özümə qaldıqda, mən kiçik müəssisədə baş mühasibatlıqdan başlamışam. İlk uçota apardığım şirkət dediyim qeyri-hökumət təşkilatı olub, Qlobal İqtisadi Araşdırmalar Mərkəzi və orada mühasib kimi fəaliyyət göstərmişəm, sonra baş mühasib olmuşam. Ondan sonra başqa özəl şirkətlərdə və konsalting şirkəti qurmuşuq, belə deyək, xidmət göstərmişik və mən burada nəyə gördüm ki, məsələn, kiçik müəssisədə baş mühasib başlamağın üstünlükləri nələrdir? Sən bir kiçik müəssisədə işlədiyi zaman ən azı bir xırda dəftərxana ləvazimatı alırsan, bunun uçotunu aparırsan. Demək, material uçotunu görmüş olursan. Bir işçinin də olsa belə, işçinin uçotunu aparıb əma sistemini öyrənmiş olursan, ən azı bir kompüter alsan, kompüterin uçotunu öyrənmiş olursan, ən azı bir satış eləsən və bu məsələlərə yuxarıdan aşağı baxırsan. Yəni, quşbaxışı dediyimiz, yəni yuxarıdan baxaraq hərəsindən bir-bir etməklə sən artıq baş mühasibin elədiyim işləri icra etmiş olursan. Və indi bunu tutam ki, hərəsindən bir-bir olanı 3-ünə tətbiq elə, sonra 5-ünə tətbiq elə və belə ilə sən 2-3 ilə artıq özü yetişdirə bilirsən. Və təbii ki, bunun üçün biraz daha çox can qoymaq lazımdır, çox çalışmaq lazımdır və əziyyətli olan bir işdir. Amma daha sürətli hədəfə çatmağın yolu budur. İndi ikinci dediyimiz böyük şirkətdə kiçik mühasibin üstünlükləri və çatışma cəhəti nədir? Mən elə bir də çatışma cəhətindən danışım. Üstün cəhəti zaten üstündür. Yəni, uzun müddətə yetişir və s. Təcrübə göstərir ki, bir şəxsin ta maliyyə menecerliyinə gedən, auditora gedən yolda maksimum 10 il müddət mümkün ola bilər. Çalışan şəxs üçün, özlərində işləyən mütəxəssis maksimum 10 ilə əgər düzgün karyera istiqamətini, vizyonunu düzgün qurarsa, sonda ya maliyyə meneceri ola bilər, ya da auditor ola bilər. Ona görə vizyonu düzgün qurmaq lazımdır. Təcrübə göstərir ki, mühasiblər çox vaxt komfortlu zonaya düşürlər və öz zərərlərində işləmirlər və bir baxırlar ki, 5 il keçib, nə sertifikatları var, nə və s. zamanla yaxlaşa bilmirlər. Bu başqa problemdir. Deməli, indi gələk o şəxsə ki, yəni uzun müddətli dönəmdə bunun çatışmayan cəhəti nədir? Çatışmayan cəhəti odur ki, məsələn, təsəvvür ki, bir şəxs ilk başlanğıc üçün mühasibət uçotu adətən belə biz ifadə edirik təcrübədə, 4 ayaq üzərində durur. Bir material uçotu, 2 deməli, əsas vəsaitlərin uçotu, 3 əmək haqqı, vergi və 4 debitor kreditor. Məsələn, tutalım ki, bir şəxs başlayır, başlanğıc üçün material uçotunda işləyir. Böyük şirkətdir, məsələn, 3-5 və ya 10-a yaxın material mühasibi var. Onların içərisində yetişir, artıq material mühasibatını öyrənir. 2 il, 3 il burada oldu. Sonra onu istiqamətləndirirlər ki, bəs inkişaf eləmək istəyirəm. Əsas vəsaitlər biraz daha bundan
qəliz bir sistemdir, amortisasiya hesablamaları var və s. TTH-nın hərəkəti cədvəli 2-3 ildə orada işlədi və ondan sonra biraz daha özü yetişdirdi, keçdəməyə haqqı mühasibatlığı, vergini falan aparır və 2-3 ildə orada işlədi. Görürsünüz, yavaş-yavaş 10 ilə yaxınlaşırıq. Hələ ən azı 2 il, bəzən 5 il də ola bilər. Bəzən 5 il də olur. Bu şirkətdə nasıl olaraq, orada sən doğrudan da özü doğurda biləcəksən, idarə etmə qabiliyyətin falan olacaqmı? Yəni, rəqabət çoxdur və bu rəqabətin içərisində sən necə gəlib çıxacaqsan və tamam gəldin, debitor, kreditor mühasibatlıqda öyrəndin, ondan sonra bir baş mühasibin müavini kimi ola bilərsən, ondan sonra baş mühasibatlığa namizəd, nə oldu? Yəni, təxminən bir 10 il getdi. Yəni, koskoca 10 il, bu az məsələ deyil. Amma bizim dediyimiz yol 2-3 ildir. Yəni, ona görə şəxs, əgər bəzən belə deyirəm ki, məsələn, çox da inkişaf etməkdə gözü olmayan bir şəxs, yəni, üzərində işləsən, rahatlıq axtaran mühasiblər o zaman onu seçsinlər. Böyük şirkətdə kiçik mühasib seçsinlər ki, yavaş-yavaş belə. İnkişaf yolunu tutan isək, bəli, amma inkişaf yolunu tutan şəxs deyərdim ki, kiçik mühasib. Hətta bizim tələbələrimiz olub ki, mən demişəm, get özünə vöhün aç, kurs zamanı, get özünə şirkət aç. Bugün maşallah konsalting işlədirlər. YATM bu günləri bitirən məzunlarının əksəriyyətin konsalting şirkətləri vardır. Və dərs keçirlər maşallah, bu bizi baxıb sevindirir, yəni sözün əsas mənasında. O baxımdan ona görə, vizyona görə bu işi qurmalıdır. Yəni, hər ikisinin öz üstün cəhəti var, çatışmayan cəhəti var. Yəni, baxsınlar, öz fitratları nə cürdür. Yəni, iştah yaxşı ola bilər. Amma iştaha uyğun fitrat varsa, o potensial varsa, ona görə biricini seçsinlər sürətli. Yox, əgər o potensial yoxsa, yavaş-yavaş daha asta gedən, uzun gedən misalında onu deyə bilər belə. Çox sağ olun Adil müəllim. Düşünürəm, çox dəyərli məsləhətlərimiz oldu gənclərə, tələbələrə, bu yolda inkişaf etmək istəyən şəxslərə və təlimlərimizlə də bağlı izləyicilərimizi maarifləndirdik. Çox gözəl təlimlərdir. Yəni, bir mühasibin sona qədər, baş mühasibə, sərbəst mühasib olmasına qədər, sıfırdan tam sərbəst mühasib olmasına qədər gedən bir yolu siz çizdiniz burada. Yəni, bunun üçün bir münbit şərait var burada. Kim istəsə, əvvəllər bu şəraitlər az idi. Məsələn, 10 il qabaq, 20 il qabaq ümumiyyətlə yox idi. Mühasib bilmirdi hardan başlasın, hardan öyrənsin. Ancaq universitet təhsili var idi. O da praktikada bir işə yaramırdı. Belə işə yaramır deməyə, yəni işə başlamaq üçün yetərli deyildi. Bugün bu qədər şərait yaratmışsınız gənclərimizə. Buna görə sizə təşəkkür edirəm Adil müəllim. Yəni, istənilən şəxs aparıcı mühasib, mütəxəssis mühasib baş mühasib ola bilər, baş mühasib sərbəst mühasib ola bilər, konsalting şirkəti aça bilər. Yəni, arzuların gerçəkləşdiyi belə deyə bir ortam yaratmışsınız. Yetər ki, bunu istəsinlər və bu yolda bir səy göstərsinlər. Gəlib hədəfə çatacaqlar təbii ki. Çox sağ olun Adil müəllim, maraqlı təklifləriniz, söhbətləriniz, məlumatlarınız üçün çox faydalı oldu izləyicilərimizə düşünürəm. Çox sağ olun, diqqətinizə görə təşəkkür.